Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də həyata keçirilir. Bugün Şuşa şəhərində yeni məscidin təməlini qoyduq. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikilsin. Allahdan qorxmuram, vicdanımdan qorxmuram. Bismillahirrahmanirrahim. Əziz və dəyərli Tövbə Zamanı kanalının izləyiciləri, hər birinizi salamlayıram. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu. Son zamanlar sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardan biri də bir MTK sədrinin məscidlərin sökülməsi ilə bağlı olan ifadəsi o idi ki, imkanım olsa bütün məscidləri söküb əvəzində yerində məktəblər tikərdim. Əvvəl onu söyleyeyim ki, məscidləri sökmək lazım deyil. Məktəb tikmək istəyən buyursun məktəbini tiksin, meydan açıqdır. Buna da kifayət qədər şərait yaradılır. Kimsə məktəb tikmək istəsə, mən əminəm ki, dövlətimiz buna mane olmayacaq. Nə qədər kəndlər, obalar var ki, orada məktəblər var ki, təmir olunmalıdır və ya yeni məktəblər tikilməlidir. Xüsusən də işğaldan azad edilmiş torpaqlarımızda köməklik göstərmək istəyirsənsə, yardımlaşmaq istəyirsənsə, nə qədər köhnə məktəblər var ki, dağıdılmış məktəblər, onları təmir etmək olar və yaxud da ki, onların yerində, onların əvəzinə yeni məktəblər tikmək olar və bunun sayını artırmaq olar. Xeyir vermək istəyirsənsə, elmə, millətə, dövlətə xidmət etmək istəyən buyursun, elm ocaqlarını təmir eləsin. Və yaxud da ki, əgər bu qədər elmə dəyərim varsa, hörmətim varsa, bax, nə qədər kasıb ailələr var ki, onların övladları düzgün şəkildə təhsil ala bilmir. Onları təhsillə təmin etmək lazımdır. Çox demirəm, 10 qazi övladını və yaxud da ki, 10 dənə şəhid övladını öz himayənə götürür, onlara yüksək səviyyədə təhsil verginə, təhsil almaqları üçün şərait yaratginə. O zaman deyərəm ki, əhsən, doğrudan insan sözündə sadiqdir. Yəni, bundan ötəri məscidləri sökmək lazım deyil. Əksinə mən deyərdim ki, bu cür fikirlər insan üçün çox təhlükəlidir. Allahın qəzəbinə düçar olmağa səbəbdir. Madəm ki, bir insan deyir ki, mən Allaha inanıram, lakin bununla yanaşı məscidlərin sökülməsinə səy göstərir, deyərdim ki, sən imanında sadiq deyilsən. Buna görə Allahdan qorxmaq lazımdır. İnsan gərək danışdığı hər kəlməyə fikir versin. Xüsusən də o insanlar ki, onlar cəmiyyətdə müəyyən bir peşə ilə məşhurdurlar və yaxud da ki, cəmiyyətdə qaynayıb qarışırlar, müəyyən işlər görürlər. Məsələn, deyək ki, adam tacirdir, ticarətlə məşğuldur, ölkədə adlı sanlı tacirlərdən biridir. Düzdür, kim nəsə hörmət edir, dəyər verir. Lakin bəzən elə ifadələr işlədir ki, hörmətdən düşür. Deyirlər ki, bu boyda tacirin danışdığı sözlərə bax. Ona görə insan gərək özünə dəyər versin. Bəzən də Allah qorusun, insan özü də fərqinə varmadan elə kəlmələr işlədər ki, həqiqətən Allahın qəzəbinə düçar olar. Necə ki, hədis şərifdə də gəlir, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, elə insanlar da var ki, özləri də məhəl qoymadan, fərqinə varmadan Allahın qəzəbinə düçar olacaq elə kəlmələr işlədirlər ki, bu kəlmələr sayəsində məşriqdən məğribə qədər məsafədə cəhənnəm oduna atılırlar. Yəni, bu cür təhlükəli bir hal var. İnsan gərək danışdığı şeyə fikir versin, kimliyindən asılı olmayaraq. Allah-u Teala da öz kitabında məscidləri xaraba qoyanlar, virana qoyanlar haqqında gör necə bir ayə deyib, çox əzəmətli ayədir, həmçinin insanı qorxudan ayədir. Allah-u Teala Bəqərə surəsindən buyurur ki, وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللّٰهِ أَنْ يُذْكَرَ فِيهِ اسْمُهُ وَسَعَ فِي خَرَابِهَا. Allahın məscidlərində onun adının zikr olunmasına mane olanlar, o məscidləri xaraba çevirməyə, o məscidləri viranə qalmasına səy göstərənlərdən daha zalim kim ola bilər? Ulaika ma kana lahum ay yadkhuluha illa khaifin. Onlar oraya yalnız qorxa-qorxa daxil olmalı idilər. Lahum fid dunya khizyun və lahum fil ahireti azabun azim. Onlar üçün bu dünyada rüsvayçılıq və axirət günündə əzəmətli, şiddətli bir əzab vardır. Görürsən, bəzən insan danışır, el aləmə rüsvay olur. Müəyyən çıxışlar edir, negativ çıxışlar edir, cəmiyyətdə bir mənalı qarşılanmır. İnsanlar bu fikirlərə öz iradlarını etirazdan bildirirlər və bunun səbəbi ilə görsən, müəyyən qədər də olsa hörmətdən düşür. Halbuki ona qədər bəlkə kimlərsə onu hörmət edirdi, 10 nəfər insan deyirdi ki, maşallah çox hörmətli bir insandır. Lakin görsən ki, bəzi fikirlər insanı necə hörmətdən salır insanı, hətta bu dünyada rüsvay edir, ahirətdə də ki, əzabı daha şiddətli olur, əgər söhbət Allahın dinindən gedirsə. Məscidlər Allah üçün ən əzəmətli yerlərdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm görün, hədis şərifdə nə deyir? Məscid tikintisi ilə bağlı, hətta bəzi insanlar
məscidləri dağıtmaq istəyir. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, kim Allah üçün bir məscid tikərsə, Allah onun məscidində, cənnətdə onun üçün ev tikər. Onun məscidində olanı ona verər, bəxş eləyər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, bəzi əməllər var ki, o əməllər insan öləndən sonra onu təqib edir. O əməllər yazılır. Halbuki biz bilirik ki, insan öləndən sonra əməl dəftəri bağlandı. Lakin elə əməllər var ki, insan onu edəndə ölümündən sonra da olsa o əməllər onu təqib edir. Yəni o əməllər yazılır. Onu izləyir. Onlardan da biri məscid tikməkdir. Təsəvvür et, indi sən məscidi dağıtmaq istəyirsən. Gör, nə qədər günah qazanırsan. Nə qədər günah qazanırsan. Allah-u Teala deyir axı, məscidləri viranə qalmasına səy göstərənlərdən daha zalim kim ola bilər? Allah-u Teala beləsini zalim adlandırır. Deməli, kim desə ki, mən Allaha inanıram, mən müsəlmanam, lakin məscidlər sökür, dağıdır, xarabalığa çevirir. Biz deyirik ki, sən yalan danışırsan, imanda sadiq deyilsən. Əgər Allahdan qorxan olsaydın, Allahı sevsəydin, onun evlərini dağıtmazdın. Məscidlər Allahın evləridir. Sənin evini dağıtsalar xoşuna gələr? Əlbəttə xoşuna gəlməz. Razı olmazsan, hətta vuruşarsan, mübarizə apararsan. Bəs necə olur ki, məscidləri sökmək istəyirsiniz? Məscidləri sökmək istəyənlər, qoy məscidləri sökməsin, əksinə ölkəmizdə dinin düzgün şəkildə təbliğat olunmasına çalışsınlar. Əksinə, mən deyərdim ki, bizim təhsil ocaqlarımızda dinlə bağlı müəyyən fənlər keçirilsin, xüsusən də Peyğəmbərimiz Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm həyatı ilə bağlı. İnsanlar onu tanıyanda, bir müsəlman olaraq bir insan öz Peyğəmbərini tanıyanda və onun necə gözəl, mərhəmətli, rəhimli, şücaətli bir Peyğəmbər, bir insan olduğunu biləndə, bax, onun kimi olmağa çalışacaqdır. Və bu, cəmiyyətin islah olunmasına, insanların islah olunmasına yardım edən ən böyük səbəblərdən biridir. Bir halda ki, biz müsəlmanıq, Rəbbim Allah, dinim İslam, kitabım Qur'an, Peyğəmbərim Muhammed deyiriksə, qardaşım, az Qur'anı oxu, gör Qur'anda nə yazılıb. Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını oxu, gör necə mükəmməl bir insan olub. Bütün yüksək əxlaqi keyfiyyətləri özündə cəm edən mükəmməl bir insan olub. Sən təsəvvür et, bütün insanlar belə bir insan olmağa, Muhammed Peyğəmbər kimi insan olmağa çalışsa, yer üzərində fitnə fəsad olar? Əlbəttə olmaz. Və sizin də qarşınıza yalancı insanlar çıxmaz, fırıldaqçı insanlar çıxmaz, heç kəsə aldatmaq istəməz, haqqınıza girməz. Əgər cəmiyyətdə bütün insanlar, bax, o mükəmməl bir insan kimi olmağa çalışsa. İndi deyək ki, hər hansı bir biznesmenin, bir tacirin qarşısına müəyyən negativli, yaxşı belə deyək də, dinində zəif bir insan qarşısına çıxıbsa, onu aldatmağa çalışıbsa, işbirliyi etdikləri əsnada, bu demək deyil ki, bütün müsəlmanlar da belədir. Bu doğru deyil. Ona görə insanlara 5-10 nəfərə görə qiymət vermək lazım deyil. Bugün namaz qılanlarda nə qədər sadiq insanlar var, nə qədər doğru, əmin insanlar var. Başqalarının xətasına görə insan gərək nifrətinin, qəzəbini digər müsəlmanlara yönəltməsin. Məscidlər hər bir müminin evidir. Necə hədisdə gəlir, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur. Və müminin evini dağıtmağa, səy göstərməyə çalışmaq lazım deyil. Bu, həm onların nifrətini qazanmağa, həm də ən birinci Allahın nifrətini, qəzəbini qazanmağa səbəbdir. Bir kəs də əgər Allahın qəzəbinə düçar olarsa, Allah ona nifrət edərsə, onu dünyada da axirətdə də rüsvay edər. Edər, vallahi edər. Nə qədər belə insanlar olub ki, Allahın dininə qarşı mübarizə aparıblar, Allah onları zəlil rüsva edib. Həm bu dünyada, həm də axirətdə onları şiddətli bir əzab gözləyir. Ona görə mən də bu aradan hər kəsə müraciət edib deyirəm ki, Allahın dini ilə mübarizə aparmaq lazım deyil. Allahın dinini alçatmağa çalışmaq lazım deyil. Müsəlmanların hissiyatı ilə oynamaq lazım deyil, onları incitmək lazım deyil. Xüsusən də bax, dindarların, məscidlərə gedib gələnlərin, məscidlər Allahın evidir. O evlər bizim də evimizdir. Necə hədsə keçir? Məscidlər hər bir mömin üçün bir evdir, möminin evidir. Möminin rahatlandığı bir yerdir. Bəzən vallahi öz rahatçılığımızı evdə tapa bilmirik. Öz yaşadığımız evdə. Lakin gedirik, məsciddə rahatlanırıq. Rahatlanırıq, imanımız artır. Qəlbimiz rahat olur. Deməli, müsəlmanın, bir möminin qəlbini incitmək lazım deyil. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdə gözəl bir hədisi var. Hədisdə Rəbbindən rəvayət edir, Allah-u Teala buyurur ki, qiyamət günü buyuracaq. Hardadır mənim qonşularım? Hardadır mənim qonşularım? Mələklər deyəcəklər ki, ey Allah, məgər kimsə sənin qonşun olmağa layiq ola bilərmi? Allah-u Teala buyurur ki, hanı məscid əhli? Hanı məscid əhli? Yəni, məscidə gedib gələnlər, məscid əhli, Allah deyir, onlar mənim qonşularımdır. Və ona görə də məscidlərlə ədavət aparmaq lazım deyil. İmkanım olsaydı, məscidləri söküb əvəzində məktəb tikərdim deyənlərə deyirəm ki, buyurun, məscidləri sökmək lazım deyil və sizə də məktəb dikmək
imkanı var. Buyurun, məktəbləri tikin. Yeni məktəblər tikin, xüsusən də işğaldan azad olunmuş torpaqlarda, nə qədər kəndlərdə, obalarda köhnə məscidlər var ki, onları təmir edin. Bundan ötəri məscidi sökmək lazım deyil. Məktəb tikmək istəyən hər bir halda məktəbini tikə bilər və yaxud da ki, tikilmiş bir məktəbi təmir edə bilər. Bunun üçün məgər məscidləri sökmək lazımdır? Əlbəttə ki, xeyr. Belə Allah Teala bizləri həmişə doğru danışanlardan, doğru sözü təsdiqləyənlərdən və sözündə, əməlində sadiq olan insanlardan etsin. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illən, əstəğfiruka və etûbu ileyk.